Varikoz əməliyyatından sonra yenidən damar yarana bilərmi? Bu sual hər kəsi düşündürür. Bizə müraciət edənləri də, qeyriləri də həmişə bu sualı verirlər. Birmənalı olaraq deyirəm, müasir müalicə metodları imkan verir ki, biz onun radikal olaraq götürülməsinə, həyat keyfiyyətinin yaxşılaşmasına və insanın tam sağalmasına, yəni bu problemdən bir dəfəlik can qurtarmasına imkan verir. Hansı müasir üsullar var? Yəni bunlar 21-ci əsrdə istifadə olunan və bizim də Azərbaycanda 15 il bundan əvvəl gətirdiyimiz birinci növbədə lazer müalicəsidir. Lazer müalicəsi dünyada ən effektiv müalicə üsullarından biridir və lazer müalicə üsulu varikozun müalicəsində qızıl standart sayılır. Digər ikinci bir metod. Bu da radiofrekans deyilən bir metoddur. Radio tezlikli dalğalarla müalicə. Və üçüncü bir effektli metod, bugün ən çox yayılan, sürətlə yayılan və ən axırda təklif olunan metod, bu isə artıq bunlardan fərqli olaraq xüsusi kimyəvi maddənin vasitəsilə aparılan bir müalicədir. Buna deyirlər non-termal, non-tumescent ablasiya. Bu nədir? Damarın içərisinə xüsusi maddə vurulur və bu maddə damarın get-gedə sorulmasına və aradan çıxmasına səbəb olur. Bunu da biz Azərbaycana 6 il bundan öncə gətirmişik və bugün də bu effektli bir şəkildə istifadə olunur. Bunun lazerdən fərqli cəhəti ondan ibarətdir ki, bu müalicədən sonra corab geyməyə ehtiyac yoxdur. Xüsusilə kalqotka geymək lazım gələndə bu müalicə üsulu əvəzsiz bir müalicə üsulu sayılır və buyurun gəlin hər iki müalicə üsullarından istifadə edə bilərsiniz. Bununla da özünüzü varikoz kimi dəhşətli, qorxulu bir xəstəlikdən qurtarmış olarsınız. Təşəkkür edirəm.